Herkese salamlar. Bugünkü mövzumuz saç tökülməsidir. Saç tökülməsi ilə hazırda müraciət edən 16 yaşdan 55 yaşlara qədər deyərdim ki, pasientlərin sayı çoxdur. Və bu da bir çox faktordan asılıdır ki, ən əsası D vitamini və dəmirin qanda normal səviyyədə olmaması və ya defisiti ilə deyərdim ki, pasientlərin əksəriyyəti müraciət edirlər, yaxınlaşırlar və biz onu analiz əsasında aşkara çıxarırıq. Saç tökülməsi o demək deyil ki, biz yalnızca saça prosedur etdik və yaxud dağılan dərman maddəsi təyin etdik. Bəzi pasientlər deyir ki, doktor siz resepti yazın, mən evdə edim, amma saça inyeksiya vurmasaq, o nəticəni %100 kompleks müalicə getməsə nəticəmizi ala bilmərik. Nəticəmiz artıq ikinci seansdan özünü göstərir və kompleks müalicəmiz 2-3 ay ərzində davam edir. Bilirik ki, yəni tüklərin çıxmasını biz birinci aydan gözləyə bilmərik. İlk öncə saç tökülməsinin dayanması, sonra isə yeni tüklərin çıxmasına artıq 6-cı həftədən etibarən rastlaya bilərik. Bu isə egzozomların kök hüceyrə mühitinin, yəni tərkibində böyümə faktoru olan preparatların təsirindən yaranır. Ona görə də saç tökülməniz varsa mütləq şəkildə vaxtında həkimə müraciət edin. Çünki cavan yaşlarda artıq alopesiya, dazlıqla belə müraciət edən pasientlərin sayı günümüzdə çoxdur və həmçinin mütləq şəkildə qidalanma rejiminə, stresə, stres burada çox böyük rol oynayır. Hər birinə tam şəkildə əməl etməliyik.